Məlhəmim sizsiniz, ey şeirlərim. Siz mənə ən doğma, ən əzizsiniz. Sənət dünyasında boş qalmaz yerim. Özümdən sonraki həyat sizsiniz. Bu dünyadan bir də bu gözəl misraların müəllifi, şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayram gəldi keçdi. Ümumiyyətlə, şair bir xalqın bədii düşüncəsinin, poetik duyğularının, yaradıcı istedadının daşıyıcısıdır. Şair bir elin, bir obanın görən gözü, düşünən beyni, danışan dilidir. Şair bir ulusun dərdinin həmdərdi, sevincinin carçısıdır. Belə olan halda şair öz xalqının qəlbində taxt qurub əbədi yaşarlıq qazanır. Tofiq Bayram da məhz xalqımızın qəlbində özünə əbədi yaşarlıq qazanan mahir söz ustalarından biridir. O haqqa sığınıb əzəldən, başdan, keçib cəsarətlə eniş yoxuşdan, mərdlərin adına yağan alqışdan, namərdlər xar olsa, şair qocalmaz. Öyünər, kədərə sevinc qatmaqdan, sözlə göz oxşayıb, qəlb ovutmaqdan, əli gecə-gündüz qələm tutmaqdan, damar-damar olsa, şair qocalmaz. Tofiq Bayram 1934-cü il dekabrın 16-sında Bakının Əmircan kəndində dünyaya göz açıb. Şair elə burada böyüyüb, burada ilk təhsilini almışdı. Ata ocağı ona çox doğma idi. Əmircan onun özünün də dediyi kimi həmişə ona doğma, məhrəm idi. Ata ocağına olan sevgi sonralar onun qələmindən süzülən misralarla belə vəsf olunacaqdı. Burada son məskənim, ilk ünvanım var. Hər yerdə, hər zaman sənə güvəndim. Sənsiz nə ürəyim, nə də canım var. Tofiq Bayram orta təhsilini başa vurduqdan sonra 1954-59-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Müəllimi qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, Ulduz jurnalı redaksiyasında, Ədəbiyyat və İncəsənət qəzeti redaksiyasında şöbə müdiri, Yazıçı nəşriyyatında baş redaktor müavini işləyib. Şairin Çiçək adlı ilk şeiri 1953-cü ildə Ədəbiyyat və İncəsənət qəzetində dərc olunub. Ana təbəssümü adlanan ilk kitabı isə 1961-ci ildə işıq üzü görüb. Şairin Şikayəti mənzum piyesi, Təbriz çiçəkləri və Yaralı nəğmə poemaları iri həcmli əsərlər arasında ən uğurluları sayılır. Mətbuat orqanlarında dərc olunan özünə məxsus poeziya nümunələri ilə ədəbi ictimaiyyətin və oxucuların nəzərində yer tuta bilən gənc şair, yaşad olduqca şeir pillələrini daha əzimlə qalxaraq, bir sıra dəyərli və yadda qalan şeir və poemaları ilə geniş oxucu kütləsinin rəğbətini qazanmağa müvəffəq olur. Bədii yaradıcılıqla bərabər tərcüməçiliklə də məşğul olan şair Aleksandr Tvardovskinin Yaddaşın hökmü poemasının tərcüməsinə görə Maksim Gorki adına Azərbaycan Dövlət Mükafatı Lauriyyatı fəxri adına layiq görülüb. Tofiq Bayramın fikrini yığcam və sərrast ifadə etmək məharəti onun poeziyasının əsas xüsusiyyətlərindən idi. O, qələmə aldığı mövzunu ürəyinin dərinliyindən keçirən, ən həssas duyğularla aşılayan, hər misrasına poetik don geyindirən, fikrini aydın və obrazlı şəkildə çatdıran qələm sahibi kimi yaddaşlara yazıldı. Ən əsası isə oxucuya həyəcan yaşatmağı bacaran, onu düşündürən, dünyaya, həyata açıq gözlə baxmağı təlqin edən şairlərdəndir Tofiq Bayram. Şeirin düşməni də ölümlər, qanlar. Şair həyat deyir, səadət deyir. Şeirlə yazılsın bütün qanunlar, ana südü kimi təmizdir şeir. Deməklə, şeiri sözü müqəddəs qılan şair həm də şairliyi təkəbbürdən uzaq tutub saf saxlamağa çalışır. Şairlik nə bəylik, nə sultanlıqdır. Şairlik ən böyük əziyyət, əzab. Şairlik ən böyük qəhrəmanlıqdır. Şair haqqında düşüncələr. Bəzisi düşünür, şairə nə var?
sözdür, qafiyyədir tapıb düzəldir. Alnında tər olmur, əlində qabar. Həyatı firavan, ömrü gözəldir. Bir kitab yazdı mı, gəzir Volqada. Yollar daş kəsəksiz, hər işi asan. Qızlar da tez uyur şöhrətə, ada. Təki məhəbbətdən şeir qoşasan. Şair ol, barmaqla göstərsin hamı. Bir qoşma deməklə dağdan, arandan. Şairlik olmayır, atsan olmayır. Xula dərdəndən, qaya yarandan. Şairin zəhməti asan olmayır. Düşmə xam xəyala, yazıqsan, yazıq. Şan şöhrət tilsimə salmasın səni. Kim deyir, həmişə biz keyfi sazıq. Əriyər dağ çəksə, şair çəkəni. Dünyanın qayğısı gəzir sinədə. Aləm yuxudadır, bir qələm, bir o. Sevdiği bir qızın görüşünə də ilham gələn zaman gedə bilmir o. Tofiq Bayram haqqında danışarkən onu demək lazımdır ki, o hər şeydən əvvəl lirik şairdir. Doğrudur, onun yaradıcılığının bəzi məqamlarında epik təsvirlər müşahidə olunsa da, bu onun lirikasının gücünü və yükünü azaltmır. Çünki o, bütün gördüklərini, ətrafda baş verənləri lirik qavrayır və ifadə etmək istədiyi bütün fikirləri lirika ilə ifadə edirdi. Bu səbəbdəndir ki, onun məhəbbət mövzulu və dərin məzmunlu şeirləri bugün də dillər əzbəridir. Hətta şairin yaradıcılığından bəzən bir nümunəni belə göstərmək kifayətdir ki, Tofiq Bayram lirikasının gücünü ortaya qoysun. O elə təkcə ay gecikən məhəbbətim deməklə dildən dilə, səsdən səsə, nəsildən nəslə yaşadı. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim, getdi gənclik təravətim. Ay gecikən məhəbbətim. Mən bir yanda sənə möhtac, sən bir yanda gəzdin əlac. İki qəlbdə bir ehtiyac, övladıyıq bir həsrətin. Ay gecikən məhəbbətim. Saç ağartdım bu yollarda, hardaydın, söylə harda. Bir yarpağam sonbaharda, saralıram yetim-yetim. Ay gecikən məhəbbətim. Bir könül var, əmanətdir, acısı da şirin dadır. Bir qadına xəyanətdir, bir gözələ sədaqətim. Ay gecikən məhəbbətim. Cəzan varsa verən gəlsin, könlü hicran görən gəlsin, Məcnun gəlsin, Kərəm gəlsin, desin nədir qəbahətim. Ay gecikən məhəbbətim. Bir xəstəyəm, əlacım sən, bir koram, əl ağacım sən, görüşünə əl açım sən, sən ol mənim son qismətim. Ay gecikən məhəbbətim. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim, getdi gənclik təravətim. Ay gecikən məhəbbətim. Saç ağartdım bu yollarda, hardaydın, söylə harda. Bir yarpağım sonbaharda, saralıram yetim-yetim. Saç ağartdım bu yollarda, hardaydın, söylə harda.
yarpağım sonbaharda. Saralıram yetim yetim, ay gecikən məhəbbətim. Tofiq Bayram poeziyasında qadınlarımızın həyatından bəhs edilən şeirlər çoxdur. Qadınlar dünyanın ən cəfakeşi, qadınlar dünyanın ən bəxtəvəri. Hər evin qadındır talə günəşi, hər eşqin qadındır şirin bəhəri. Tofiq Bayram yaradıcılığında qadın, ana mövzusu qırmızı xətlə keçir. Onun qələmində, onun düşüncəsində və misralarında qadın bəzən cəfakeş ana, bəzən ismətli yar, bəzən həyat yoldaşıdır. Qadın ulu ataların, məğrur oğulların, vəfalı ərlərin həyanı, arxasıdır. Necə rəhimlidir, necə amansız, necə mehribandır qadın ürəyi. Sən onu sındırsan belki aqansız, ağlayan kamandır qadın ürəyi. Güldürsən ömürlük saadətindir, söndürsən yanmağı bir də çətindir. O əsl sevginin məhəbbətindir, sevgisiz zindandır qadın ürəyi. Daşı da əridər, daş da olar o. Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o. Damladır, ümmandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəsdə, onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə, ən gözəl dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz, dərd verib vədəsiz qocaldan da biz, biləndə qədrini bu cahanda biz, həmişə cavandır qadın ürəyi. Bəzən gül tək solar acı bir sözdən, ağlayar xəlvəti, gülsə də üzdən. Bəzən uşaq kimi ən ürəksizdən, məhəbbət umandır qadın ürəyi. Bir namərd əlindən zəhər içəndə, ömrünü keçirər o yas içində. Bəzən ən qiymətli libas içində, nalədir, fəğandır qadın ürəyi. Ömrə zinət verən, səadət quran, sevənin qəlbini nurla dolduran, isməti bir nəsli göyə qaldıran, eşqə hökmrandır qadın ürəyi. Tofiq Bayram qadınlara, analara həmişə böyük ehtiramla yanaşıb. Onun yaradıcılığında qadın, ana mövzusu aparıcı yerlərdən birini tutur. Buna misal olaraq şair Analıq haqqı şeirində 100 il dayansam da qulluğunda mən, ay ana, bir günlük haqqın ödənməz deyir. Bacısı gəlin köçdüyü zaman yazdığı və sonradan bəstəkar Süleyman Ələsgərov tərəfindən musiqi bəstələnərək dillər əzbərinə dönən mahnıya çevrilmiş Anam ağlayır şeirində belə deyir. Köçürsən üzü ağ, məğrur, həyalı, gedirsən könlünü verdiyin yerə. Buydu anamın da fikri, xəyalı, bəs niyə kövrəlir o birdən birə? Ortada quş kimi süzür gəlinlər, qızlar oğrun-oğrun yar soraqlayır, gülür, fərəhlənir toya gələnlər, mağzalı çalınır, anam ağlayır. Duağa bürünüb yola düşürsən, qonşular telinə çiçək bağlayır. Ay bacım, sən haldan hala düşürsən, vağzalı çalınır, anam ağlayır. O nələr etmədi toyunda, nələr? Bu həsrətin yeri nə tez bilindi? Vağzalı çalınır, son dəqiqələr, özgə bir yuvaya köçürsən indi. Xeyir dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşım. Atanı dövrüyə alır qocalar, qapıya söykənir bəzəkli maşın. Tofiq Bayram lirikasında xalqımızın dərd-səri, yaşadığı tale, tarixi hadisələrin təsviri öz bədii həllini tapıb. 90-cı illərin burulğanı, yaşadığımız ağracı, o illərin qanqadası təbii ki, kövrək şair qəlbini incitməyə bilməzdi. Yəni biz Tofiq Bayramı nə qədər lirik, nə qədər həzin şeirlərin müəllifi kimi tanısaq da, onun məhz həmin dövrün hadisələrinə həsr olunmuş çox saylı odlu, alovlu və cəsarətli şeirləri var. Eyni zamanda şair məhz həmin dövrdə vətən torpağını satanlara da səssiz qalmayıb. Onlara həsr olunan, onlara ünvanlanan cəsarətli şeirləri, istər 20 yanvar hadisələri, Qarabağın işğalı, yaxud da həmin dövrdə xalqımızın çəkdiyi istirab və bu qəbildən olan mövzulara həsr olunmuş silsilə şeirləri Tofiq Bayram yaradıcılığını xüsusi bir dövrü kimi xarakterizə oluna bilər. Əli sınsın tarixi belə düzüb qoşanın, gözüm yoxdur üstündə bircə qara daşının, ağ dumanlar gəlinlik duvağıdır Şuşanın, mən gəlinin üzündən o duvağı vermərəm, namusum, neymətimdir, Qarabağı vermərəm. Köynəyim bayraq olub seçilməz laləzardan, mən əskərəm, əlimdən o bayrağı vermərəm, öz qanımı verərəm, Qarabağı vermərəm. Şairin poetik ilhamının mayasında vətən sevgisi, millət eşqi yaşayır. Ulu vətən, Azərbaycan mövzusu onun yaradıcılığının ana xətti, şah damarıdır. Çünki Tofiq Bayram poeziyasında vətənin hər şeydən öndə durduğunu, misralarından torpaq ətrinin gəldiyini görmək mümkündür. Bu poeziyada bulaqların zümzüməsi, şəlalələrin şaqqıltısı, dağların əzəməti, meşələrin xışıltısı, ulduzların bərq vurması, göllərin əsrarəngizliyi, günəşin hərarəti duyulmaqdadır. Qoşma formasında yazılan Azərbaycanım şeirində də Azərbaycan xalqının tarixi taleyi ön planda dayanır. Düşdüm fatihlərin işgəncəsinə, quzğun caynağına, qurd pəncəsinə, fəryadın qarışdı zəncir səsinə, min aslan qəfəsli Azərbaycanım. Və ya şair başqa bir şeirində Azərbaycanı, öz doğma vətənini bu cür tərənnüm eləyir. Mən vətənə Füzuli, Abbas Səhət deyirəm. Mən vətənə Sabiri doğan qeyrət deyirəm. Mən vətənə Üzeyir, Müşfiq, Səməd deyirəm. Günəş kimi müqəddəs bir həqiqət deyirəm. Vətənə Füzuli deyən, müqəddəs həqiqət deyən Tofiq Bayramın vətənpərvərliyi poetik nəfəsi ilə Xəzərin sularına, Arazın şırıltısına qarışaraq Cıdır düzündə, Şahdağda duyulurdu. Şair Azərbaycan deyəndə bu səsə neçə-neçə canlılar qoşulurdu. Vətən mənim bugünüm, sabahki toy düyünüm, haqqım var köyünüm Azərbaycan deyəndə, ürəklərdə döyünüm Azərbaycan deyəndə. Hər ölkəyə, hər elə olsun hörmət deyirəm, vətənindir, vətənin ilk məhəbbət deyirəm. Onun şöhrət tacıdır, şeir, sənət deyirəm Azərbaycan deyəndə. Dünya məni dinləsin, diqqət, diqqət deyirəm Azərbaycan deyəndə. Azərbaycan deyəndə ləpələr şairləşir, anaların bətnində qara gözlü körpələr pələngləşir, şirləşir. Azərbaycan deyəndə müdrik qocalar kimi dağlar da fikirləşir. Azərbaycan deyəndə har alsan sualı verənlərə ar olur, qeyrətlilər birləşir, qeyrətsizlər xar olur Azərbaycan deyəndə. Dostdan sovqat, muştuluq, düşməndən bac alaram Azərbaycan deyəndə. Ömrünün yarısını tərcümə kimi fədakar işə sərf edən Tofiq Bayram, tərcüməçilik işinin olduqca məsuliyyətli bir iş olduğunu həmişə dilə gətirirdi. O, Aleksandr Tvardovskinin Üfüqlərdən üfüqlərə, dünya xalqlarının incilərindən ibarət ürəkdən ürəyə toplusu, Rəsul Həmzətovun Durnalar,
və Dostları Qoruyun adlı şeirlər kitablarına, Pushkinin Mozart və Salieri, habelə İspan dramaturgu Lope de Vega'nın Hiyləgər Məşuqə piyesini ustalıqla dilimizə tərcümə etmişdi. Yüksək bədii səviyyədə tərcümə etməklə Azərbaycan oxucusuna töhfələr verən şair, həm də Rəsul Həmzatovun sevərək oxuduğumuz Əziz Dostum şeirini də dilimizə tərcümə edib. Bu tərcümə əsəri o qədər təbii, o qədər ana dilimizə yatqın olub ki, hətta bu bədii nümunə bəstəkarların da diqqətindən yayınmayıb. Aziz dostum məndən bincidir, yat kimi ayrılam, çıx deyə bilməm. Aziz dostum məndən bincidir, yat kimi ayrılıb, çıx deyə bilməm. Gedən yolları aç basıb indi, həsrətində mən, o gedib qalmışam həsrətində mən. Tofiq Bayram 1991-ci il aprel ayının 19-unda dünyaya gözlərini əbədi yumdu. Əmircan kənd qəbirstanlığında çox sevdiyi vətən torpağına tapşırıldı. Tabutuma dəyməsin bir iblisin əlləri. Canfəşanlıq etsə də onu qaytarın geri. Lakin bir bunu deyin, yalanlara dözmədi. Cabbarlının, müşfiqin halal mükafatını ləkəli əlləri ilə alanlara dözmədi, deyərək bu kimi yüzlərlə, minlərlə ibrətamiz bədii nümunələr yadigar qoyub getdi. Əslində, bu idi Tofiq Bayramın bu dünyadan qazancı. Qazancından da çox bu dünyaya, dünyamızdakılara qazandırdıqları. Bugün Tofiq Bayramın şeirləri oxucularının dillər əzbəridirsə, sözlərinə yazılmış yüzlərlə mahnı dillərdə səslənirsə, demək ki, bu misraların müəllifi də hələ aramızdadır.